həmvətənlər, Azərbaycanda daha bir özbaşınalıq. Məmurların, polis məmurlarının özbaşınalıqları hələ də günü-gündən davam edir. Yiyəsiz ölkənin yetim sakinləri bilmir kimə dərdlənsinlər. Zəhmət olmasa videoya baxın. Xahiş edirəm. Xahiş edirəm. Xahiş edirəm. Xahiş edirəm. Niyə duruyorsunuz ki? Ben hara görürsünüz gedəyim. Bir dəqiqə sözümü deyim gedəyim. Bir dəqiqə sözümü deyim. Oğlum həbs olunub qəsd. Bir dəqiqə xahiş edirəm. Niyə görə? Kazım Abubakar Alıbaba oğlum Kazım Abubakar qanunsuz həbs ediblər. Bunu niyə duruyorsunuz ki? Şəkil niyə duruyorsunuz? Gedəyim. Hara deyirsiz gedəyim. Xahiş edirəm. Keçək, gedəyim. Gedəyim hara? Mənim şikayətimə baxılmır. Gedəyim. Jurnalist aparırlar da. Jurnalist aparırlar. Saxla onu, çəkin kənara. Bölmədə deməli onu səhərə kimi saxlayıblar kondisionerin. Nəyə görə saxlayıblar səhərə kimi? Narkotik Əli Qafarovun evindən çıxan narkotikləri oğlumun üzərinə götürməsini orada tələb ediblər. Götürmədiyi təqdirdə ona ağır işgəncələr veriblər, döyüblər, kondisioner altına saxlayıblar və tələb ediblər ki, narkotika üzərinə götürsün. Bəs bölmədə sizdən nə qədər pul istəyir? Sonradan bir müddət keçdikdən sonra, 2-3 gün keçdikdən sonra polis idarəsinin müstəntiqi polis polkovnik leytenantı Seymur Həsənov məni yanına çağırdı və oğlumdan küllü miqdarda narkotik çıxıb dedi və bir neçə qrup Əli Qafarov, həyat yoldaşı, xaricdə yaşayan hansısa bir Anar adlı şəxs, nə bilim, mənə dedi ki, bu işin, yəni ki, əgər 30 min versin, oğlu azadlığa bıraxacaq. Get tap, bu Əli Qafarovun anası razıdır, 30 min verirlər. Sən də 30 min tapıb versin, sən də oğlu bıraxaram. Mən də ona pulumun olmadığını bildirim. Bir neçə vaxt keçdi üstündən, bir neçə həftə. Yenə də mənə çağırdı, çağırdı, dəvət elədi öz kabinetinə. Qayıtdı ki, bax, sən valideynsən, əgər mümkünsə, yəni ki, sənə hörmətə 10 min gətir, oğlu qrupdan ayırım, qrupu dağıdım. Onda oğluğa 4 iləcən iş verəcək. Mən də razılaşmadım. Dedim, nətər mən sənə 10 min vereyim, hələ bir oğluma işdə verirsən. Dedi, onda oğlu ağır ittihamlarla ağır həbs gözləyir. Mən də əlacım kəsildi, çoxlu şikayətlər elədim. Yazdım Respublika prezidentinə, sonra vitse-prezidentə, Mehriban xanıma, Daxili İşlər Nazirliyinə, Respublika prokuroruna, Bakı şəhər baş prokuroruna, Sabunçu rayon prokuroruna çoxlu sayda ərizələrim, çoxlu sayda telegramlarım var, çoxlu sayda müraciətlərim var. Amma heç kim baxmadı, bu şikayətlərimə baxmadı. Mən də məcbur olub, Seymur Həsənov hansı ki mənə dedi, get əlindən gələni elə, kimə istəyirsən deyil. Eləməyən də nakişidir. Mən də məcbur olub bu aksiyaya əl atdım. Bu günləri mən aksiyaya keçirən zaman 9-cu polis bölməsinin əməkdaşları, polis bölməsinin rəisi yuxarı rəhbərliyə məruz eləyəndən sonra məni dəvət elədilər Bakı şəhər baş polis idarəsinin baş polis idarəsinə və orada mənim ərizəmi aldılar. Bu dediklərimi orada da qeyd eləmişəm. Mənim şikayətim Seymur Həsənov, Sabunçu rayon müstəntiqi, polis polkovnik leytenantı Seymur Həsənov, bir də ki, Xətai rayonunun müstəntiqi Talih Baxışevdən. Baxdınız, gözəl insanlar. Yəni, insan çıxılmaz vəziyyətə qalanda əlini bilmir nə yaxsın. Çünki deyəsiz, sahibsiz ölkədir. Görün, insanlardan nədən istifadə edirlər. Mən dəfələrlə canlı yayımlarımda demişəm. Azərbaycan Respublikasının hakimiyyətinin polisləri Azərbaycan Respublika vətəndaşlarına narkotik iddiamı ilə həbs edirlər və onun qarşılığında ya səndən küllü miqdarda pul istəyirlər, səni buraxmaqlarından ötəri, pulun yoxdursa, mütləqdir ki, sən o həbsi neynəməsən, o cəzanı neçə illər ömründən kəsib o cəzanı çəkəsən. Yəni, bu, bilirsiniz necədir? Bu onu göstərir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev özü rüşvətxordur. Çünki rüşvətxor olan bir ali baş komandan onun əhatəsi də rüşvətxor olar. Bu birbaşa bu Vilayət Eyvazov özü də rüşvətxordur. Çünki onun işçiləri olan polislər onun
aldığı pullar, aldığı rüşvətlər birbaşa Vilayət Eyvazova gedir. Vilayət Eyvazovdan da İlham Əliyevə gedir. Yavaş-yavaş bölüşdürülür və büdcəyə oturulur. Sonra elə söz keyfində, öz damağında olur. Yerdə qalan kasıb olur, yerdə qalan yetim olur. Neyniyək? İnsandır, baxırsınız, görürsünüz ki, çarəsiz çıxılmaz vəziyyətdə özünü əlində şəkillə özü üçün aksiya edir. Əlində şəkil, sivil qaydada, sakit bir formada haqqını tələb eləməyə gəlir. Yolu çıxılmazı bunda görür ki, gəlin Daxili İşlər Nazirliyində tutsun polislər məni, bilir ki, tutsun polislər onu aparacaq. Aparıblar, bir tutka aparıblar, saxlayıblar soyuq bir yerdə. Qansız polislər, şərəfsiz, qeyrətsiz polislər. Ayıb olsun sizə. Siz Azərbaycanın düşmənisiniz. Siz Azərbaycanın Rus agentlərisiniz. Mən bunu dəfələrlə vurğulayıram və yenə də deyirəm. Sizdə bir damcı da olsun vicdan, etibar, qeyrət deyiləsi bir şey yoxdur. Çünki insanları şər böhtan atıb içəri həbs edirsiniz. Görürsünüz, insan necə çıxılmaz vəziyyətdədir. Deyir ki, mən deyir, Mehriban Əliyevaya da yazmışam, İlhama da yazmışam, mənim şikayətimə baxmırlar. Ha, İlham Əliyev, nə oldu? Bəs deyirsən, mən şikayətlərə baxıram, bəs vətəndaşın niyə şikayətinə baxmırsan? Niyə? Demək ki, sən Azərbaycan vətəndaşlarının qeydinə qalmırsan. Azərbaycan vətəndaşı heç sənin vecivə deyil. Çünki sən Azərbaycanlı deyilsən. Sən Azərbaycana ancaq üz qarasısan, rüsva eləməyə gəlmirsən. Bu hadisələrdən Azərbaycan xalqı hər birimizin qapısında ola bilər, hər birimizin qapısı döyüləcək bir gün. Bir gün.